Özünə nəzarət, bu sözü eşidəndə ağlınıza nə gəlir? Bəlkə də çətinlik, məcburiyyət, sıxıcı qaydalar, amma nə olar, bugün bu anlayışa tamamilə başqa bir gözlə baxsaq, John Maxwell'ın fikirləri əsasında gəlin görək, bu yoxuşa dırmanmaq əslində həyatımızın ən böyük fürsəti ola bilərmi? Hər şey, məncə bu dürüst etirafla başlayır. Bir düşünün, başqalarına yol göstərmək, ağıl vermək necə də asandır, elə deyilmi? Amma iş özümüzə gələndə, bax, əsl mübarizə orada başlayır. Çünki idarə etməli olduğumuz ən çətin insan hər səhər güzgüdə üzünə baxdığımız insandır. Və bütün bu söhbətin təməlində dayanan qızıl bir qayda var. Həyatda dəyərli, mənalı olan nə varsa, hamısı yoxuşun başındadır. Asan, enişli yollarla heç vaxt zirvələrə çatmaq olmur. Əsl mükafat, əsl məmnuniyyət hissi həmişə o tər tökərək dırmandığımız yolun sonunda bizi gözləyir. Yaxşı, gəlin ilk olaraq bu məsələnin dərinliyinə enək. Niyə özümüzü idarə etmək bu qədər çətindir? Hamımız nə etməli olduğumuzu əslində çox yaxşı bilirik, düzdür? Daha sağlam qidalanmalı, daha çox kitab oxumalı, idmanla məşğul olmalıyıq, biliklərimiz sonsuzdur. Amma bilməklə etmək arasında dərin bir uçurum var. Bax, özünə nəzarət məhz o uçurumun üzərindən keçən körpüdür. Məsləhət vermək asandır, çətin olan öz məsləhətimizə əməl etmək. İndi isə gəldiyi məsələnin ən can alıcı yerinə, yəni bizi hədəflərimizdən saxlayan o daxili mübarizəyə. Hər birimizin içində sanki daimi bir dartışma gedir. Bir tərəfdə arzularımız, hədəflərimiz, yəni bizi yuxarıya, yoxuşa çəkən ümidlərimiz var. Digər tərəfdə isə tənbəllik, rahatlıq axtarışı, köhnə vərdişlər, bunlar da bizi daim aşağıya, asan olana, yəni enişə doğru çəkir. Bu bizim hər gün üzləşdiyimiz daxili mübarizədir. Və bu mübarizənin çox amansız bir qaydası var. Enişə getmək, yoxuşa qalxmaqdan qat-qat sürətli və asandır. Aylarla qurduğunuz bir rejimi bir günlük boşluqla alt-üst edə bilərsiniz. Unutmayın, yoxuşu addım-addım qalxarsan, amma enişə bir anda yuvarlanarsan. Yaxşı, bəs bütün bu davanın həlli nədir? Çıxış yolu varmı? Var. İndi gəlin, özünə nəzarəti bir cəza kimi yox, bizi xilas edəcək bir vasitə kimi görək. Budur, özünə nəzarətin bəlkə də ən güclü tərifi. O, bizim yaxşı niyyətlərimizlə real hərəkətlərimiz arasında qurulmuş bir körpüdür. Hamımızın niyyəti yaxşıdır, elə deyilmi? Sabahdan başlayacağam deyirik. Amma o niyyətləri reallığa çevirən, onları xəyaldan həqiqətə daşıyan məhz bu körpüdür. O körpü olmasa, bütün yaxşı niyyətlər elə arzu olaraq da qalır. Bu iki yol arasındakı fərq həyatımızın hər sahəsində özünü göstərir. Baxın, yoxuşu seçəndə siz gələcəyə hazırlaşırsınız. Enişi seçəndə isə ancaq keçmişin səhvlərini təmir edirsiniz. Bir tərəfdə yüksək ruh halı və özünə hörmət var. Digər tərəfdə isə ruh düşkünlüyü və məqsədsizlik. Yəni biri şuurlu şəkildə həyatını qurur, digəri isə sadəcə yaxşı niyyətlərlə özünü ovudur. Yaxşı, bu yoxuş çətindir, bildik. Bəs bizi bu yolda saxlayacaq o enerji, o yanacaq haradan gəlir? Gəlin indi bunu aydınlaşdıraq. İradə gücünü telefonunuzun batareyası kimi düşünün. Səhər tam dolu olur, amma gün ərzində tükənir. Özünüzü məcbur etməklə ancaq müəyyən bir yerə qədər gedə bilərsiniz. Amma niyə gücü başqa şeydir. O sizi arxadan itələyən bir qüvvə deyil, qabaqdan bir maqnit kimi çəkən bir gücdür. Sizin o böyük niyəniz, yəni məqsədiniz aydın olanda, o sizin üçün bitib tükənməyən bir enerji mənbəyinə çevrilir. Yəni, məsələ əslində çox sadədir. Həyatda nə istədiyinizi, nə üçün mübarizə apardığınızı dəqiq bilsəniz, özünüzə nəzarət etmək də bir o qədər asanlaşar. Çünki o zaman etdiyiniz fədakarlıqlar sizə ağır bir yük kimi gəlməyəcək. Bax, ən əsas fərq budur. Ehtiras, məcburam kəlməsini şansım var kəlməsinə çevirir. Bir rəssam üçün rəsm çəkmək məcburiyyət deyil, bir imtiyazdır. İdmanı sevən biri üçün məşqə getmək əziyyət deyil, həzdir. Ehtiras olanda nizam-intizam sizin zənciriniz yox, qanadlarınız olur. İndi isə gəlin görək, bu kiçik, gündəlik addımlar zamanla necə böyük nəticələrə çevrilir. Söhbət davamlılığın möcüzəsindən gedir. Hər gün nizamlı olmaq təkcə sizi mükəmməlliyə aparmır. Bu həm də sizin xarakterinizi, reputasiyanızı möhkəm bir qala kimi inşa edir. Davamlı olduğunuz zaman ətrafınızdakı insanlar da sizə güvənir, sizi etibarlı bir insan kimi görürlər. O kimin? Sadəcə bir rəqəm, yoxsa arxasında daha dərin bir məna var? Gəlin baxaq.
Və bu sitat hər şeyi açıqlayır. Ustalığın sirri kütləvi, ammansız təkrarlardadır. Bir işi 12.000 dəfə etdikdən sonra hələ də yaxşı deyilsinizsə, bəlkə də o iş sizin üçün deyil. Amma əmin olun, o qədər təkrardan sonra o bacarıq artıq sizin bir parçanıza, ikinci təbiətinizə çevrilmiş olur. Unutmayın, əsl potensialınız 1-2 cəhdlə ortaya çıxmır. O, yalnız uzun müddətli, səbirli və nizam-intizamlı bir səyin sonunda özünü göstərir. Bu bir sprint qaçışı deyil, bu bir marafondur. Və beləcə gəlib çatdıq ən vacib suala. Bütün bu söhbət əslində bir seçimə gəlib çıxır. İndi bu sualı birbaşa sizə verirəm. Bir anlıq düşünün. Sizin üçün özünə nəzarət prosesi nədir? Sizi arzularınıza aparan bir körpü, yoxsa sadəcə içindən keçib canınızı qurtarmaq istədiyiniz qaranlıq bir tunel? Fərqə baxın. Körpü düşüncəsi, hədəfinizi doğru getdiyiniz, hər addımından həzz aldığınız bir səyahətdir. Motivasiya verir. Amma tunel, o sadəcə dözməli olduğunuz, içindən keçdiyiniz ağır bir prosesdir. Tək istəyiniz o biri ucdan işığı görməkdir. Və sonda hər şey sizin məsələyə necə baxdığınıza bağlıdır. Çünki məhz bu baxış bucağı sizin yolda qalıb qalmayacağınızı müəyyən edir. Özünə nəzarəti hədəflərinizi aparan bir körpü kimi görsəniz, mübarizə aparmaq üçün hər zaman motivasiyanız olacaq. Səyahəti sevdiyiniz zaman isə yoxuşlar belə mənzərənin bir parçasına çevrilir.